Bismillah ve elhamdülillah ve salatu ve selamu ala Resulillah amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Davam edirik Tövhid kitabının şərhinə. Bugün yeni fəsil, 3-cü fəslə gəldik, çatdıq. Fəslin adı müəllif buyurur ki, Bəbu mən haqqaqa təvhidə dəxaləl cənnətə bi qeyri hisab. Kim tövhidini təhqiq edərsə, yəni onu həyata keçirərsə, hesabsız cənnətə daxil olur. Ey vələ əzəb. Madam ki, bir adam hesabsız cənnətə daxil olursa, deməli o əzab çəkməyəcək. Yəni hesabsız və əzabsız cənnətə daxil olur. Qultu, müəllif buyurur ki, təhqiquhu, təxlisuhu və təsfiyyatuhu min şəvaibi şirk vəl-bidə vəl-məasi. Tövhidi təhqiq etmək nə deməkdir? Yəni tövhidi həyata keçirmək nə deməkdir? Şirkin, bidətin və asiliklərin bütün növlərindən, onun bütün ləkələrindən, çirkabından təmizlənmək və xilas olmaq deməkdir. Şirk və onun növləri, bidət və onun növləri, asiliklər və onun növləri ilə insanın özünü təmizləməsi və xilas olmasıdır. Bu, tövhidin təhqiqidir. Allah subhanahu və teala buyurur ki, İnnə İbrahimə kənə ümmətən qanitən lillahi hənifən və ləm yəku minəl müşrikin. Həqiqətən İbrahim tək ümmət idi. Allaha itaat edən idi, hənif idi və o müşriklərdən deyildi. Vəsəfə İbrahimu aleyhissalam musifə bihəzihi sifət. İbrahim aleyhissalam ayədə keçən bu 4 sifətlə vəsflənmişdir. Əlləti hiyə əl-gayətu fi təhqiq tövhid. Hansı ki, bu 4 sifət tövhidin təhqiqində ən son nöqtədir. Onlardan birincisi hansıdır? Ənəhu kənə ümmətən. İbrahim aleyhissalam ümmət idi, tək ümmət idi. Ey, qudvətən və imamən, müəllimən lil xeyr. Yəni o, öndər idi, imam idi, müəllim idi xeyirlərdə. Və mə zəkə illə li təqrilihi məqam-ı sabr vəl-yəqin əlləzəni tunalu bihimə əl-imamətu fid-dünya. Hansı ki, o, bu nümunə olmağı, imam olmağı, xeyirlərə müəllim olmağı ancaq səbir və yəqinlik məqamını təkmilləşdirdikdən sonra əldə etdi. Allah onu dində imam nə vaxt etdi? O, səbir və yəqinlik məqamını təkmilləşdirdikdən sonra. Deməli, birinci sifət ümmət. İbrahim tək olan ümmət idi. İkinci sifət qanitən. Qanitən. Şeyxülislam İbn Teymiyyə buyurur ki, Əl-qunud dəvəmu səad vəl-musalli isqalə qiyamuhu əv rukuuhu əv sucuduhu və huvə qanit. Şeyxülislam İbn Teymiyyə buyurur ki, qunut, yəni qunut nə deməkdir? İtaətdə davamlı olmaq. Namazlarında uzun-uzun qiyamda olmaq və ya uzun-uzun rukuda olmaq və ya uzun-uzun səzdədə olmaq. Allah Azze və Cəllə buyurur ki, Əmmən huvə qanitun ənə il-leyli səcidən və qaimən yəhdərul əxirətə və yərcu rəhmədə Rabbihi. Məgər o, gecələri qunutda dayanan, səzdədə dayanan, axirətdən də qorxan və ona ümid edən, Rəbbinin rəhmətinə ümid edənlə o birlər eyni ola bilərmi? Yox. Üçüncü sifət Ənəhu kənə hənifən. İbrahim əleyhissalam hənif idi. Allamə İbn Qayyim rahimehullah buyurur ki, Əl-hənifə əl-muqbəlu aləllah əl-mu'ridu ən kulli mə sivahu. Hənif, Allah Azze və Cəlləyə üst tutmaq və Allahdan başqa hər şeydən üz döndərməkdir. Həniflik budur. Yəni Allaha meyl edib, Allahdan başqa şeylərdən üz döndərməkdir. Demək, dördüncü sifət də oldu, Ənəhu mə kənə minəl müşrikin. O, müşriklərdən deyildi. Ey, sihhəti ixlasihi və kəməli sidqihi və bu'di ən şirk. Nəyə görə o müşriklərdən deyildi?
Çünki ixlasında səhi idi, sidqiliyində kamil idi və şirkdən də uzaq idi. Ona görə o müşriklərdən deyildi. Müəllif buyurur ki, وَيُوَدِّهُ هَذَا قَوْلُهُ تَعَالَى Allah Azze ve Celle bunu bu ayədə izah edir. قَدْ كَانَتْ لَكُمْ أُسْوَةٌ حَسَنَةٌ فِي إِبْرَاهِيمَ وَالَّذ۪ينَ مَعَهُ Deyir ki, İbrahim və onun yanında olanlarda sizlər üçün gözəl bir nümunə var. Ey alə dinihi min ixvanihil muslimin. Yəni İbrahimin yanında kim idi? Onun dinində olan müsəlman qardaşları. Ayə nə deyir? İbrahim və onun yanında olanlarda sizlər üçün gözəl nümunə var. Və başlayır o nümunəni saymağa Allah Teala. İzqalu liqavmihim. O zaman ki onlar öz qövmlərinə dedilər. Yəni İbrahim və onun yanında olanlar. İnna bura'u minkum və mimmə ta'buduna min dunillah. Biz sizdən və sizin Allahdan başqa ibadət etdiklərinizdən bəriyik. Kəfərnə bikum. Biz sizi inkar edirik. Və bədə beynənə və beynəkumul ədavətə vəl-bəğda əbədən. Bizimlə sizin aranızda ədavət və qəzəb artıq var. Əbədi olaraq hətta tu'minu billahi vəhdəhu. Hətta siz tək olan Allaha iman edənə qədər. İllə qavlə İbrahimə li əbihi lə əstəxfirənnə ləkə. İbrahimin atası üçün mən ona bağışlanma diləyəcəm sözünə gəlincə və mə əmliku ləkə minallahi min şey, yəni mən sənə qarşı Allahdan heç nə malik deyiləm, əlimdən heç nə gəlməz. Rabbənə aleykə təvəkkəlnə və ileykə ənəbnə və ileykəl məsir. Rəbbim sənə təvəkkül etdik bizlər. Sənə döndük və dönüş də zaten sənədir. Yəni İbrahim əleyhissalam və onun yanında olan cəmaatda həqiqətən də nümunələr var yəni. O nümunələr ki, o nümunələrlə tövhid təhqiq olunur. İndi gələcək aşağıda. Allah Azze ve Celle nə buyurur? وَاَعْتَزِلِكُمْ وَمَا تَدْعُونَ مِنْ دُونِ اللّٰهِ وَعَدُوا رَبِّي Onlardan və onların Allahı bıraxıb başqa şeyləri ibadət etdiklərinizdən çəkinin və Rəbbinizə dua edin. Allah Azze ve Celle buyurur. فَلَمَّ اَعْتَزَلَهُمْ İbrahim, elə ki İbrahim və onun yanında olanlar ondan, o müşriklərdən uzaqlaşdı. وَمَا يَعْبُدُونَ مِنْ دُونِ اللّٰهِ və onların Allahdan başqa ibadət etdikləri şeylərdən, yəni buğz etdilər. وَحَبْنَ لَهُ İshaq və Yaqub. Tövhidi təhqiq etməyinin mükafatı olaraq Allah ona İshaqı və Yaqubu verdi. Mücərrəd müşriklərdən bəri olduğu üçün Allah ona İshaqı və Yaqubu verdi. Kullən cəəlnə nəbiyyən. Hətta İshaq və Yaqubu İbrahimə verməklə qalmadı. O ikisini nədir? Rəsul etdi. İbrahim üçün. Fikir ver Allaha. İbrahim əleyhissalam şirk və şirk əhlinə buğz edib, onlardan üz döndərib, onlarla Allaha iman etməyənə qədər onlara nifrət etməsi, buğz etməsinin və onlardan uzaq olmasının mükafatı nə idi? Allah ona İshaqı və Yaqubu verdi və artığını elədi, onları rəsul etdi. Həzə huvə təhqiqü tövhid. Bu, tövhidin təhqiqidir. Huvəl bəraətu minə şirk və əhlihi. O, şirk və onun əhlindən bəri olmaqdır. Və ətəzəluhum, onları tərk etməkdir. Və kufru bihim, və onları inkar etməkdir. Və ədavətuhum və buğduhum, onlarla düşmənçilik, onlara buğz etməkdir. Allahul müstəən, Allah yardım etsin. Sonra Musannif buyurur ki, ayə barəsində ki, İnnə İbrahimə kənə ümmətən. İbrahim tək olan ümmət idi. Yəni, nəyə görə tək olan ümmət idi? İbrahim əleyhissalam heç nədən qorxmurdu. Hətta o yolunda tək olsa da, çünki onun vaxtı nə deyir İbrahim əleyhissalam? Deyir, Rəbbim, səmada sən tək olduğun kimi, yer üzündə də sənə iman edən tək mənəm.
Bütün cemaat ayrı yoldaydı, lakin o tək olsa da ümmət idi. Tək olsa da haqq idi. Tək idi yəni o yolda. Qanitən la məmluk və la tüccar el-mutarəffin. Qanit idi, itaət, yəni şah deyildi, tüccar deyildi, rəfah içində yaşamırdı. Qanitən idi, Allaha itaət edən idi yəni. Hənifən, hənif idi, o sağa, sola meyl etməzdi. Necə ki, fitnə çıxardan alimlər kimi. Və ləm yəkun minəl müşrikin. Və o müşriklərdən deyildi. Xilafən limən kəssərə səvələhum və zəmə ənəhum minəl muslimin. Nəyə müxalif olaraq? Bir insanlar var ki, çoxlu qaraltıları var. Yəni, tabiçilikdə olan çoxlu cəmaatı var. Və iddia edirlər ki, biz müsəlmanlardanıq. Buna müxalif olaraq. Bəli, nə deyir? O müşriklərdən deyildi. Müəllif deyir ki, o müşriklərdən deyildi. Xilafən kimə? O kəslər ki, çoxlu auditoriyası var və iddia edir, mən müsəlmanlardanım. İnnə İbrahimə kənə ümmətən. İbrahim tək ümmət idi. Nədə? Aləl-İslam. İslamda yəni tək ümmət idi. Və ləm yəku fi zəmanihə əhədun aləl-İslam qeyruhu. Onun dövründə, onun zamanında İslamda ondan başqa heç kim yox idi. Və la munafatu beynə həzə və ilə mə təqəddəm. Mən ənəhu kənə imamən yuqtadi bihi fil xeyr. Yəni, bununla ötən arasında heç bir ziddiyyət yoxdur. O mənadır ki, o xeyirlərdə bir qudva idi, itaət olunan bir qudva idi. Sonra musannif ikinci ayəni gətirir ki, وَالَّذِينَ هُمْ بِرَبِّهِمْ لَا يُشْرِكُونَ. O kəslər ki, Rəblərinə şirk etmirdilər. O kəslər ki, Rəblərinə şirk etmirdilər. O kəslər kimdəndir? وَسَفَ الْمُؤْمِنِينَ الصَّابِقِينَ إِلَى الْجَنَّةِ. Cənnətə tələsən o möminlərin vəsfi babudur. Nədir? وَالَّذِينَ هُمْ بِرَبِّهِمْ لَا يُشْرِكُونَ. Cənnətə tələsən möminlərin vəsfi bax budur. Onlar o kəslər ki, Rəblərinə şirk etməzlər. Və əsnə aleyhim bis-sifətilləti ə'zəmuhə. Allah Teala onları ən əzəmətli sifətlə vəsf edir. Ennəhum bi rabbihim la yüşrikun. Onlar Rəblərinə şirk etməzlər, ortaq qoşmazlar. Və ləmmə kənəl mər'u qad ya'ridu lehu ma yaqdahu fil-İslam. Madam ki, bir kişi İslamı pozacaq bir şeylə üzləşəndə minə şirkin cəliyyin əv xafiyyin, yəni kiçik şirk olsun, böyük şirk olsun, gizli şirk olsun, nəfyüzəlil ənhum, bu onlardan nəf olundur. Və həzə huvə təhqiq-i tövhid, bu elə tövhidin təhqiqidir. Əlləzi husinət bihi əmələhum və kəmulət və nəfəəthum. Bu tövhidin təhqiqidir, hansı ki, bütün əməllər bununla gözəlləşir və bütün faydalar bununla kamilləşir. Müəllifin həsunəz və kamulət deməsi, yəni gözəlləşməsi və kamilləşməsi, bu, həzə bi ihtibəri sələməti minə şirkil əsxar. Bu, və əmmə şirkul əkbər fələ yuqali fi tərki zəlik fətətəbbur. Əgər Şeyx Səhhəd desəydi, daha yaxşı olardı. Yəni, bu nə etibarı ilədir? Nəyə görə onların əməlləri gözəlləşib, faydaları kamilləşib? Çünki onlar tam tövhid əhli idilər. Tövhidi təhqiq etmişlər. Hansı ki, Rəblərinə şirk edənlər deyildi. Bu hansı ixtibarlədir? İslamları kiçik şirkdən salamat qalanlar. Kiçik şirkdən salamat qalmayan bu vəslə vəsflənmir. وَالَّذِينَ هُمْ بِرَبِّهِمْ لَيُشْرِكُونَ vəsfinə vəsflənmir. Kiçik şirkdən salamat qalmayan. Böyük şirki də demirik. Çünki böyük şirki varsa zaten İslamda deyil. Aydın da məsələ. وَالَّذِينَ هُمْ بِرَبِّهِمْ لَا يُشْرِكُونَ. O kəslər ki, Rəblərinə şirk etmirlər. Ey lā ya'budun ma'allahi ghayr. Yəni Allahla yanaşı heç bir
kəsə ibadət etmirlər. Bəl yuvahhidunehu və ya'lamuna ennehu la ilahe illallah ahadun samad lem yettəği sahibeten və la vələdən və ennehu la nadir leh. O kəslər ki, Allah ilə yanaşı heç kəsə ibadət etmirlər, əksinə onu təkləşdirirlər və bilirlər ki, Allahdan başqa haqq olan məbud yoxdur. O təkdir, o ehtiyatsızdır. O nə özünə yoldaş götürüb, nə onun uşağı var, heç onun bənzəri də yoxdur. Daha sonra müəllif bu babda üçüncü dəlili zikr edir. Buyurur ki, müəllif Ən Hüseyn ibn Abdurrahman qal. Hüseyn ibn Abdurrahman deyir: Kuntu ində Səid ibn Cübeyr. Mən deyir Səid ibn Cübeyrin yanındaydım. Və qalə eyyukum ra'al kawkabellezin taqada al-barihə. Və o dedi ki, sizlərdən kim dünən gecə düşən ulduzu gördü? Fəqultu, mən dedim, ənə, mən. Sümmə qultu, lakin sonra dedim ki, əmə inni ləm əkun fis-salatin. Lakin mən namazda deyildim. Və ləkinni ludixtu, lakin məni əqrəb sanmışdı. Yəni, gecə durmağımın səbəbi buydu. Səbəbi namaz qılmaq deyildi. Və ona görə deyir, düşən ulduzu gördüm. Və Səid ibn Cübeyr deyir ki, فَمَاذَا سَنَعْتَ Bəs sən nə etdin? Madam ki, səni sancıb bir şey, nə etdin? Qultu irtəqəytu, dedim ki, ruqyə. Qalə فَمَا حَمَلَكَ عَلَى ذَلِكَ Deyir ki, səni buna vadar edən nə idi? Qultu, mən dedim, hədisun həddəsnəhu şə'biyyü. Bir hədis, Şə'binin bizə rəvayət etdiyi hədis. Qal, və mə həddəsəkum. Səid ibn Cübeyr deyir ki, Şə'bi sizə nə rəvayət edib? Hansı hədisi zikr edib ki? Qultu, mən dedim, həddəsənə ən Buraydə ibn Husayb. Deyir ki, Şə'bi bizə Buraydə ibn Husaybdən rəvayət etdi ki, ənəhu qal, o belə deyib, lə ruqyətə illə min əyni əv humə. Göz dəymə və həşərat sancmasından başqa ruqyə yoxdur. Yəni, ruqyə bu iki şeyə görədir. Ruqyə. Səid ibn Cübeyr deyir ki, qad əhsənə mən intəhə ilə mə səmiyə. Eşitdiyini əməl edənə necə də nə gözəl olsun. Nə gözəl eşitdiyi ilə əməl edən. Və lakin həddəsənə İbn Abbas ənin Nəbi sallallahu aleyhi ve sellem. Lakin sonra öz hüccətini gətirir Səid ibn Cübeyr. Deyir ki, lakin mən İbn Abbasın Allah Rəsulundan belə dediyini eşitdim. Uridəd ələyyəl uməm. Allah Rəsulu sallallahu aleyhi ve sellem ki, bütün ümmətlər mənə ərz olundu. Fərəitun nəbiyyə və mə'u rəhdu. Mən deyir, Nəbi gördüm ki, yanında 3 və ya 10 adam var idi. Və nəbiyyə və mə'u rəcul və rəculəyn. Deyir, Nəbi gördüm ki, 1 və ya 2 kişi vardı yanında. Və nəbiyyə və leysə mə'ahu əhəd. Və Rəsul gördüm ki, yanında heç kim yox idi. İz rufiyə aleyhi səvədun azim fəzənəntu ənəhu ümməti. Deyir, başımı qaldırdım, böyük bir qaraltı gördüm. Və zənn etdim ki, bu mənim ümmətimdir. Fəqilə li həzə Musa və qavmuhu. Lakin mənə deyildi ki, bu Musa və onun qövmüdür. Fənəzərtu fəizə səvədun azim. Mən deyir, yenə baxdım, əzəmətli bir qaraltı gördüm, ondan da çox. Fəqilə li həzihi ümmətukə. Mənə deyildi ki, bu sənin ümmətindir. Və mə'əhum səb'unə əlfə yədxulul cənnəti bi qeyri hisəb və lə əzəb. Və onlardan 70.000-i cənnətə əzabsız və hesabsız daxil olacaqlar. Sümmə nəhədə və dəxələ mənziləhu. Sonra Allahın nəbisi durdu və öz mənzilinə daxil oldu. Fəxadən nəsu fi uləik. Və insanlar gecəni müzakirə ilə keçirdilər. Və qalə bə'duhum, onlardan bəziləri dedi, sahabələr, yəni kimdir da bu 70.000 nəfər? فَلَعَلَّهُمُ səhibu Rasulullah sallallahu aleyhi ve sellem. Onlardan bəziləri dedilər ki, bu elə Allah Rəsulunun sahabələrdir.
Onlardan bəziləri də deyir ki, فَلَعَلَّهُمُ الَّذ۪ينَ وُلِدَ فِي الْإِسْلَامِ وَلَمْ يُشْرِكُوا بِاللّٰهِ شَيْئًا وَذَكَرُوا أَشْيَاءً. Onlardan da elələri var ki, dedilər, yox, bu İslamda anadan olub və Allah'a heç nə şərik qoşmayan adamlardır. Və budur şeylər. Və xarəcə aleyhumur Rasul sallallahu aleyhi ve sellem və əxbərəhu. Allah nəbisi mənzilindən çıxıb sahabələrin bu cür tartışını görəndə onlara xəbər verdi. Onlar kimlərdir? Nədir Allah Rəsulu? Humullezine la yastarqun. Onlar o kəslərdir ki, ruhya tələb etməzlər. Və la yaktavun və damğalandırmazlar özlərini. Və la yatatayyarun və uğursuzluğa inanmazlar. Və ala rabbihim yetevekkalun və öz Rəblərinə də təvəkkül edərlər. Və qamə Ukkaşə ibn Mihsən. Və deyir, Ukkaşə ibn Mihsən ayağı durdu. Niyə? Xeyirlərdə yarışmaq lazımdır. Fəqalə ya Rasulallah, ud'ullaha an yec'aləni minhum. Dedi ki, ey Allahın Rəsulü, dua et, Allah məni onlardan etsin. Qalə əntə minhum. Allah Rəsulü ki, sən onlardansan. Summa qamə raculun əxara. Sonra deyir, başqa bir adam qalxdı. Fəqalət Allah an yec'aləni minhum. Yec'aləni minhum. Deyir ki, ey Allahın Rəsulü, dua et, mən də onlardan olum. Allah nəbisi ədəbli bir şəkildə sabaka bihə Ukkaşə. Ukkaşə bu şeydə səni keçdi artıq. Müəllif bunu isnadsız, yəni kim zikr edib gətirmədi. Hansı kitabda keçir. Lakin Buxari onu bu hədisi həm müxtəsər, həm də uzun olaraq rəvayət edib. Bu Müslimdə də var. Həmçinin İmam Tirmizi və İmam Nəsai də rəvayət edib. Hüseyn ibn Abdurrahman Əs-Süləm Əbul Huzeyl Kufəlidir və güvənilir ravilərdəndir. 136-cı yəni ildə vəfat edib və onun 93 yaşı var idi vəfat edəndə. Həmçinin Səid ibn Cübeyr Huvel imamul faqih. Səid ibn Cübeyr kimdir? İmam, fəqih. Min cülləti əshabi İbn Abbas. İbn Abbasın əshablarından ən yəni uzaq olanıydı. Ayşə anamızdan və Musadan, Əbu Musadan mursəl olaraq rəvayətlər edir. Kufəlidir. Bəni Əsədin azad etdiklərindəndir. Qutlə beynə yedi Əl-Həccac sənət-i 95. 75-ci ildə Həccac İbn Yusuf'un ölündə öldürülür. Və ləm yukmil əl-50. Heç 50 yaşı yox idi. Səid ibn Cübeyr. İnqadda ey səqata, yəni dünən inqadda düşən ulduzu. Bəlihə qardaşlar. Əqrabu leylətin mədən. Keçən gecəyə yaxın olan deməkdir. Ötən gecəyə yaxın olan şeyə bərihə deyir ərəblər. Yəni yuqalu qablə zəval. Yəni zəvaldan öncə ərəblər nə deyir? Ra'aytul leyl, gecəni gördüm. Zəvaldan öncənə ərəblər nə deyir? Gecəni gördüm. Zəvaldan sonra isə deyir ki, ra'aytul bərihə, bərihəni gördüm yəni. O deməkdir. Aydındır? Burada indi qrammatik qaydalar var. O sizə lazım deyil. Demək, Hüseyin deyir ki, xafə ənə yazunna əl-hadirunə ənəhu rəə və huvə yusalli. Deyir, Hüseyin deyəndə ki, mən ulduzu gördüm, lakin namaz qılmağa durmamışdım. Nəyə görə? Qorxdu ki, yanında olanlar elə zənn edərlər ki, mən namaza durmuşdum. Yəni, etmədiyim bir fiildən ötürü məni övməsinlər. Yəni. Nəfsini ibadətdən uzaq tutdu. Niyə? Çünki etməmişəm bunu. Cəmaət elə bilər ki, ona görə durmuşam. Və həzə yedillu alə fədlis sələf. Bu, sələfin fəzilətinə dəlalət edir. Və hirsihim aləl-ixlas, ixlasa hərisliyinə dəlalət edir. Və bə'ədəhum ənir-riya və təzəyyuni bimə leysə fihim.
və riyadan uzaq durmaqlarına və etmədiyi şeylərlə süslənməyə uzaq durmaqlarına dəlalət edir. Lakin nədir? Vələkin ludixdur. Lakin məni əqrəb sansdı. Ümumiyyətcə, lədəğə, yəni həşəratların sancmasına deyirlər. Əqrəb kimi. Yəni zəhərli maddə hansı həşəratda varsa, ona o sancanda ludix deyirlər, lədəğə, yəni deyirlər, sancmaqdır. Bu hədisdə irteyqatu gəlir, yəni ruqyə etdim. Lakin Müslimdə nə gəlir? Ruqyə tələb etdim. Ruqyəni tələb etdim. Müslimdə gələn ləfsdə. Yaxşı, Səid İbn Cübeyr deyir ki, səni buna vadar edən nə idi? Yəni ruqyə etməyə. Fihi tələbul hüccəti ələ sihhətil məzhəb. Yəni məzhəbin səhih olmasına hüccəti tələb etmək deməkdir bu. Yəni səni buna vadar edən nə idi? Bir də görüm. Hədis həddəsənə Şə'bi. O da deyir ki, Şə'binin rəvayət etdiyi hədis. Şə'bi Əmir İbn Şüreyh Əl-Həmdani məşhur, yəni tabeinlərdəndir. Ömər radiyallahu anh'ın xilafəti dövründə yaşayıb, güvənilir tabeinlərdəndir və onun fuqahalarındandır. Tabeinlərin fəqihlərindəndir. Həmçinin burayı da məşhur sahabələrdəndir. Hicrətin 63-cü ilində vəfat edib. Və la ruqyatu illə mən əyni və humə. Yəni göz dəyməsi və həşərat sancmasından başqa ruqya yoxdur. Bunu İmam Əhməd rəvayət edib, İbn Macə rəvayət edib mərfu olaraq və Əhməd, Əbu Davud, Tirmizi də rəvayət edib İmran ibn Hüseyndən mərfu olaraq. Əhməddə zikr olunan ravilər hamısı siqadır. Eyni nədir? Göz dəyməsi. Göz dəyməsi. Humədə zəhərli əqrəb və ona bənzər həşəratların humə sancmasıdır. Xattabi nə deyir? Rəhmətullah aleyhi. Hədisin mənası odur ki, la ruqyətə əşvə və əvlə min ruqyətil ayn vəl humə. Və qad rəqən nəbi və ruqa. Yəni, ən gözəl, ən uyğun ruqyə göz dəyməsi və zəhərli həşəratların sancması ilə olunan ruqyadır. Yəni, ruqyanın ən yaxşısı göz dəyməsinə görə olan ruqyadır. Və ya zəhərli həşərat soğulsa ona qarşı olan ruqyadır. Ruqyaların ən yaxşısı budur deyir. Çünki Allah Rəsulü sallallahu aleyhi və səlləm həm ruqyə edib, həm etdirib. Səid İbn Cübeyrin deməsi ki, qad əhsənə mən intəhə ilə məsəmiyə, yəni eşitdiyi ilə əməl edən nə gözəldir bu sözü. Ey, mən əxəzə bimə bələğəhu minəl ilmi və əmələ bihi qad əhsənə. Yəni, ona çatan elm ilə əməl edən kəs necə gözəl kəsdir. Yəni. Bi xilafi mən yəməlu bi cəhli, cahilli ilə əməl etməyin xilafını olaraq. Əv lə yəməl bimə yələm və yaxud da bildiyi ilə əməl etməyənə müxalif olaraq. Bu deyir, ən pis şeydir. Bu sələfin fəziləti və biri-birinə qarşı ədəbdə onların necə gözəl bir-birinə rəftar etməsinin bariz nümunəsidir. Lakin Səid İbn Cübeyr nə deyir ona? Gör, necə gözəl ədəblə ondan danışır. Deyir ki, vələkin həddəsən İbn Əbbas. Lakin deyir, sanki demək istəyir ki, bax, lakin mən İbn Abbasdan bunu eşitmişəm. Bu hədisi deyirəm, öz hədisinlə bu hədisi sanki cəm edir. Onu demək istəyir. Gözəl şəkildə öyrənir. Ədəbli şəkildə deyir ki, mən İbn Abbasdan Peyğəmbər sallallahu aleyhi və səlləmin əmsi oğlu olan İbn Abbasdan, hansı ki Allah Rəsulü onun üçün dua etmişdi. Allahümmə faqqahahu fid-din və əlləməhu təbil. Yəni Allahım onun dinində fəqih et və ona təvili öyrət. Allah Nəbisi sallallahu aleyhi və səlləmin bu duasına muvafiq olur İbn Abbas. Deyir ki, İbn Abbas
Ümumiyyətlə müəllif buyurur ki, və fihi umuq ilmus sələf. Sələfin elminin dərinliyi var burada. Nə mənada? Deyir ki, qad əhsənə mən intəhə ilə mə səmiyə. Yəni, Səid ibn Cübeyr deyir ki, eşitdiyi ilə əməl edənə, yəni, əhsən olsun, yəni. Və ləkin, qəzə və qəzə, lakin, bax, belə də var, bax, belə də var. Gör, nədir Səid ibn Cübeyr? Onun gətirdiyini inkar etməz ki, dedi, eşitdiyi ilə hüccət gətirir axı Səid ibn Cübeyrə, Hüseyin ibn İmran. Deyir ki, bəli, o hüccəti eşidib onunla əməl edənə, əməl etmək nə gözəl. Lakin, bax, bu da var. Bu da var, yəni. فَعُلِمَ أَنَّ الْحَدِيثَ الْأَوَّلْ لَا يُخَالِفُ الثَّانِ. Bununla bilinir ki, ilk hədis ikinci hədisə müxalif deyil. Yəni, aralarında ziddiyyətli yoxdur. Aralarında heç bir ziddiyyətli yoxdur. İnşallah burada bitirək. Aleyküm salam. Burada bitirək. Hədisin davamı əsas mövzu gələndə davam eləyək ikinci dəfə. Burada bitirək inşallah. Barakallahu fikum. Esselamu aleyküm və rahmetullahi və bərəkatuhu.